Bax, bizə nə deyir? Deyir ki, Adəm, Bəkirin hər birinin 9 topu var. Birlikdə onların, deməli, 8, bax, Adəmdən Bəkirin bir yerdə 8 qırmızısı, 10 mavisi var. Ayrı-ayrı hər birinin 9 topu var, okey. Amma bunun neçəsi qırmızı, neçəsi mavi olduğunu mənim xəbərim yoxdur, bilmirəm. Deyir ki, Bəkirin, bax burada özü üçün deyir, Bəkirin mavi toplarının sayı qırmızıdan 2 dəfə çoxdur. Mən model quram. Çünki mən bilmirəm qırmızı nə qədərdir. Ona boş bir kubik verirəm. Mavi ondan 2 dəfə çoxdur. Mən bilirdim ki, Bəkirin 9 topu var. Yəni 9-u neçə kubikə böləcəm? 3 kubikə. Eləcək nə? 3. Deməli, hər kubik nə imiş? 3 imiş. Əgər mavi neçə dənə oldu onda? 6 dənə. Deməli, Bəkirin 6 dənə mavi topu var. 6 dənəsi mavidir. 6 dənəsi mavidir. 3 dənəsi nə olacaq? Qırmızı olmuş olacaq. Bunu tapdıq modeldən, düzdür? Bura aydın oldu. Axı bizə demişdi, şərtində demişdi ki, ikisinin bir yerdə 10 dənə mavi topu var. 10 dənə mavi topdan əgər 6 dənəsi Bəkirindirsə, onda Adəmin neçə mavi topu qalır? Ondan da 6-sını çıxanda 4 dənə də Adəmə mavi top qalmış olacaq. Baxın, Adəmin 4 dənə mavi topu olmuş olacaq. Deməli, 9-dan da 4-ün çıxanda 5 dənə də qırmızısı qalır Adəmin. İstəyirsiniz, gəlin yoxlaq görək, onların birlikdə olan doğrumu alındı. Bax, deyirdi ki, onların ikisinin birlikdə 10 dənə mavi topu var, 8 qırmızısı var. 5-i yuxarıda, 3-ü aşağıda. Gördünüz?